burada Birləşmiş Millətlər Təşkilatının tribunasında bəlkə də mənim sonuncu çıxışımdır. Bu təşkilatdan çox nəyə razıyam? Nə müharibələri saxlaya bilirsiniz, nə münaqişələrə müdaxilə edə bilirsiniz, nə məni eşidirsiniz, nə də Lukashenkanı eşitmirsiniz. Ona görə də sizdən çox incilmişəm. İkinci Dünya müharibəsindən sonra bir müharibə, bir münaqişə ocağı həllini tapıbdır. Onu da siz həll eləməmsiniz, onu da İlham Əliyev həll eləyibdir. Qalan münaqişə ocaqlarının hamısında hələ də şıdırığı müharibələr, odalovlar davam eləyir. Onda mən sizin bu təşkilat neylilə mənim nəyimə lazımdır. Sözün arasında beyimdə sürməramları dursun. Buradan bir vacib məlumatı vermək istəyirəm sizə. Təzəliklə bir yaxşı, maraqlı kitab yazmışam, ücə hazırdır. Dəmir Yumruğun 44 günlük sirri. Burada çıxanda bəzi dostlara mən hədiyyə edəcəyəm. Çox maraqlı kitabdır, yəni içində incə detallara qədər mən yazmışam. Məhz elə mən Makron və s. bəzilərinin acığına o kitabı yazmışam, ərsiyə gətirmişəm. Əlbəttə, atom bombasına bərabər bir yumruq haqqında bəhs edilir, oxuyarsınız, maraqlıdır.